Təbiət insana bir lətafətdir, sənət isə insanın kəramətidir. Bugün biz sənət və sənətkardan danışacağıq. Hər vaxtınız xeyirli uğurlu olsun, əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Xəzərin qoynundayıq, Xəzərin sahilindən hər birinizi salamlayırıq və bugün sözün əsl mənasında Xəzər ruhunu ruhumuza yansıdan, Xəzərin qoynunda olsaq da olmasaq da ruhumuza qəribə. Niyə qəribə deyirəm? Çünki bu hissləri ifadə eləmək mümkün olmur. Bunun içində həm həssaslıq var, həm kövrəklik var, həm mətanət var, həm dəyanət var, həm cəsarət var, həm sevgi var, həm ruh var, həm kövrəklik var. Yəni, bütün bunların hamısını özündə ehtiva edən bir səs, ehtiva edən bir imza, ehtiva edən bir sənət adamı. Nurəddin Mehdixanlı bugün Xəzərin sahilindən sizi və bizi salamlayır. Hər vaxtınız xeyir olsun. Hər vaxt xeyir olsun. Xoş gəlmişsiniz Nurəddin müəllim. Təşəkkür edirəm, xoş gördük. Xəzər də sizi salamlayır, xəbəriniz olsun. Bizim öz dilimiz var. O quş dilidir, o dili Süleyman bilir ancaq. Onu dəniz bilir, bir də biz bilirik. Elə verilişdən öncə Xəzərin sahilində Xəzərlə siz söhbətləşdiniz. Bu nə qədər bəlağətli, nə qədər bədii, nə qədər romantik də deyək buna, görünsə də, səslənsə də, amma çox real bir vəziyyətdir ki, Xəzər həqiqətən bura gələn qonaqlarla danışır. İnanın ki, bu belədir. Çünki qonaq zala girəndə tam başqa abu-havada olur. Gedib Xəzərin ətrini alanda, Xəzərlə görüşüb bu kürsüdə əyləşəndə artıq qonağın üz mimikalarında, onun baxış ifadələrində, onun artıq müəyyən bir hisslərini oxumaq olur. Bugün sizi Xəzərlə görüşdürdük və bura dəvət elədik. Təşəkkür edirəm, İndi nə danışdınız deyin, sirr özünüzə qalsın, yaxşılarını bizə deyin. Bilirsiniz, valla, elə şeylər var ki, onu ən etibar elədiyin adama da söyləməyə etibar eləmirsən. Çünki bir söz, bir fikir bir başqasına deyildisə, artıq iki adam bilirsə, artıq o sir deyil. Amma Xəzər bilirsən, bütün dərdi, sərvi, fikri ona söyləyərsən, onu heç kimə deməz. Bir sən bilərsən, bir o bilər. Çünki Xəzər bizim xalq olaraq, millət olaraq taleyimizdə və tariximizdə xüsusi yeri olan bir yerdir, bir müqəddəslikdir. Əslində, ən qədim adı dənizin Quzğun dənizidir. Quzğun. Xəzər sözü isə Xəzər türk tayfalarının onun sahillərində qurduğu dövlətin adından gəlir. Xəzər dənizi deyilməyə başlayır. Bu dənizin qədim tarixi adı Quzğundur, sonraki adı isə Xəzərdir. Bizim Xəzərimizdir. Nurəddin müəllim, Xəzər sizin çox sirlərinizin udub. Çox. Mən onun sahilinə gələndə burada, Bakıda 15 yaşım var idi. İlk dəfə bu şəhərə gələndə. Hələ o vaxtdan qədər bəlkə də dünyada məni hamıdan yaxşı anlayan, başa düşən və bezmədən qulaq asan və dərdimi, sərimi də, fikrimi, sirlərimi heç kimə paylaşmayan, heç kimlə paylaşmayan yeganə dostumdur. Məsləhəti? Xəzərin məsləhəti ancaq savaşmaqdır. Xəzər deyir, savaş qazan. Savaşmasan, o dalğalarda boğularsan. Bəzi indi bu dəniz vaxtı gedirlər, insanlar dəniz içinməyə də. Bir 5 dəqiqə, 3 dəqiqə, 8 dəqiqə üzürlər, qayıdıb çıxırlar. Amma mən Xəzər dənizinə girirəm, 3 saat yarımdan sonra qayıdıram sahilə. O vaxtdan bu vaxta qədər, indinin özündə də, bu yaşımda da. Bəzən indi ailə ilə gedirik, narahat olurlar, hara... İnsanlardan bəlkə qorxmaq, çəkinmək lazımdır, amma Xəzərdən yox. Sən onu sev, o səni həmişə qoruyacaq və xilas eləyəcək.
Nurəddin Mehdixanlı bizim tanıdığımız, bizim gördüyümüz mətin, cəsarətli, bayaq da ifadə olaraq söylədiniz ki, savaş, yəni mübariz də deyək. Və Nurəddin Mehdixanlı imzası deyəndə insanın göz-gözünə baxıb siz o xarizmatik bir obrazı yaratmışsınız. Yəni biz başqa cür bunu təsəvvür edə bilmirik. Amma həyat təcrübəsi ki, mən artıq uzun müddətli insanlarla və nə xoş mənə ki, Tanrıya şükür etdiyim bir səbəb var buna görə, tarixi şəxsiyyətlərlə, güclü insanlarla hər zaman həmsöhbət olanda gəldiyim qənaət budur. Belə insanlar hər zaman daha kövrək və daha içlərindəki yaşatdıqları uşaqla bərabər qalırlar. Bilirsiniz, insanın daxili dünyası içi süfrə deyil ki, hər gələn qonağın qarşısında açasan. Və hər sənin qəlbə girənə qəlbi aça bilməzsən ki, o boğça deyil, açasan hər kəsin qarşısında. Mənim dünyam mənə aiddir. Mən oradan müəyyən detalları bölüşə bilərəm sevdiyim insanla, müəyyən məndə inandığım insanla. Amma mənim dünyam mənə aiddir. Və o dünyanın xırdalıqlarını məndən başqa kimsə bilə bilməz. Daha yaxşı tanıyaq sizi Nurəddin müəllim. Əhərdən gəlib sizin babalarınız. Bəli. Və bildiyim qədərilə sizin bu xüsusiyyətiniz, bu xarakteriniz təbii ki, bir genetik bir fonun da üzərində dayanıb. Sizin babanızın çox qətiyyətli bir xarakterə sahib olduğunu araşdırdım, oxudum, baxdım və gördüm ki, onun özü də xüsusən də kişi obrazına, obraz deməyək də kişi xarakterinə önəm verən biri olub. Yəni bunun özü, hətta bir cümlə mənə çox toxundu. Mən bu cümləni bir yerdə də eşitmişdim. Yəqin ki, o dövrün insanlarının böyük əksəriyyəti bunu özləri üçün bir tərbiyə meyarı qəbul edirlər. Uşağın boynundan vurmayın. Uşağın boynundan vurub onu tərbiyə üsulu kimi istifadə eləməyin. Çünki o boynunu əyməyə öyrənər. Həyat da bizi bəzən əymək məcburiyyətində qoyur, amma yaşadıqca görürsən ki, əyilmədikcə, öz bildiyindən, öz durduğunla getdikcə daha doğru yolda olursan. Bir dəfə əyildinsə davamı gələcək. Aha, bəli. Bax, əhərdən gəlmə və əhərdən gəlib, formalaşıb, mühitdə özünü təsdiq edə bilmə xüsusiyyəti. Bax, bütün bunlar çox vacibdir. Mübarizliyin bəlkə də kökü buradadır. Mən Afşaram. Biz Türkün Afşar boyuyuq. Və mənim ulu babam Qulu bəy Əfşardır. Məhəmməd Şah Xudavəndənin Şah Qvardiyasının rəisi olub. O vaxt onlara Qorçubaşı deyirdilər. Və çox maraqlı, çox ağır, həm də çox faciəvi taleyə olub. Yəni bu, Osmanlı türkləri ilə, belə deyək, Səfəvələrin, Azərbaycan türklərinin hər vəcinə savaşının qarşısını almağa çalışıb. O tərəfində və bu tərəfin arasında barış yaratmağa çalışıb. Və bunun bəzən həyatı bahasına belə buna, az qalıb həyatı bahasına başı gəlsin. Amma qorxmaz bir kişi olub. Və bizim Quliyev soyadı oradan gəlir əslində. Biz Mehdixanlıyıq. Nədən? Biz Afşarın Mehdixanlı qoludur. Bu NKVD zamanında Sovet hökuməti o vaxt qurulmağa gələndə biz repressiya olunmuş ailələrdənik. O zaman deməli filan əmmə aparıblar, filan əmmə oğlum aparıblar, o birisini aparıblar, bu birisini aparıblar. Bir NKVD işçisi olub Səlimov adında. Yazığı gəlib də bunlar. Deyib ki, siz soyadınızı dəyişin, nə qədər siz soyadınız Mehdixanlıdır, bu nəsildə bir kişi qoymayacaqlar. Və o zaman Atamgil soyadlarını dəyişiblər, elblər Quliyev. Qulu da həmin Qulu bəy Əfşardır. Qulu bəy Əfşarın oğlu, onun oğlu Mehdi Quludur, Mehdi Qulunun oğlu Mehdi xandır və Mehdi xanın oğlu
yenə Mehdiquludur. Mehdiqulunun oğlu Fərzidir. Onun oğlu mənim atam Əzizdir. Bizim 520 illik möhürümüz var, durur. Yəni bizim şəcərəmiz bəllidir, soyumuz, kökümüz bəllidir. Və Afşarlar zaten savaş adamlardılar. Bu bizim hər birimizin xarakterində var. Bəlkə də ondan irəli gələndir ki, məsələn, qardaş ailəmizdə kifayət qədər hərbçilər var, nəslimizdə kifayət qədər hərbçilər var. Və mən həm də həyatda bir şeyə inandım. Savaşmadan qazanmaq olmur. Atam da onu yəqin ki, atası ona demişdi. Heç vaxt uşaqlarınızın boynunun ardına vurmayın. Onun bir dəfə boynunun ardına vurduğunu 2 dəfə, artıq başqası da əl qaldıranda, əlini yuxarı qaldıranda o avtomatik olaraq başını aşağı əymiş olacaq. Baş da bir dəfə əyildi, artıq onu öyrəncəli olacaq. Sən nə qədər yaşayırsan, sənin başın dik durmalıdır. Mən bütün ömrüm boyu elə yaşamağa çalışdım. Asandır bu, asan deyil. Təbii ki, siz danışırsınız, mən sizin həyat fəaliyyətiniz, ümumiyyətlə fəaliyyətiniz göz önümə gəlir. Zaman var idi, Nurəddin müəllim, Azərbaycan teatr sahəsi çox tənəzzül dövrünü yaşayırdı. Və o dövrlər səhnələr soyuq idi, o dövrlər şərait yox idi, repertuar zəif idi və bütün sahələr 90'lar bax o dövrlərdə. Və bu zaman hər kəs tab gətirib qala bilmirdi. Və o dövrdə tab gətirib qalanlar bugün öz sözünü, möhürünü vurmuş sənətkarlardır. Və sizin o dövrdə tab gətirməniz niyə 2 qat bir mübarizlikdir, xidmətdir? Çünki siz bilirdiniz ki, sizin atanız sizə heç bir zaman bu sənəti seçdiyinizə görə geriyə yolu yoxdur, sevməyib, istəməyib və sizin atanız ölən günə qədər sizinlə danışmayıb. Bəli. Valideynlərin seçimi var, bir də uşaqların seçimi var. Mənə belə gəlir ki, valideynlərlə uşaqların seçimi uzlaşdırılmalıdır. Mən bunu dəfələrlə hər yerdə deyirəm. Heç bir valideyn övladının pisliyini istəməz. Hər bir valideyn istər ki, onun övladı xoşbəxt olsun, uğurlu həyatı olsun, gözəl peşəsi olsun, gözəl ailəsi olsun. Amma bunu övlad bir cür görər, valideyn bir cür görər. Yanlış kimdə ola bilər, yanlış övladda ola bilər. Çünki valideyn həyatı yaşayıb, təcrübəsi var onun. Onun artıq müəyyən mənada seçmə qabiliyyəti var. Amma uşaqlar, gənc, beyin, qan, seçmə yoxdur, ancaq hisslər və duyğular oynayır. Ona görə burada valideyn məsləhətinə mütləq ehtiyac var. Siz peşmansınız valideyn atanızın məsləhətinə qulaq asmadığınıza görə? Peşmanam. Mən bir kənd uşağı gəldim Bakı şəhərində, nələrinsə sahib oldum, xalq artisti, prezidentin fərdi təqaüdçüsü, şöhrət ordenini. Amma mən elə bu dünyada valideyninin xeyir duasını almadan xoşbəxt olan kimsəni görmədim. Bu, dünyəvi qanunlarla da, şəri qanunlarla da günahdır. Mən faktiki olaraq atamın mənlə bağlı bütün arzularını alt-üst elədim. Və mənə belə gəlir ki, sonraki həyatımda yaşadığım bütün ağırlıqların, çətinliklərin, problemlərin kökü oradan idi. Mən aqi valideyn olmuşdum. Mənə belə gəlir ki, mən biraz başqa cür yol tutmuş olsaydım, zaman bəlkə də atam mənə bağışlayardı. Amma o afşar qanı var, bir şey dedim və səlam sonuna qədər gedəcəm, ölümünə gedəcəm. Mən o şəkildə hərəkət elədim və yanlış idi. Və mən bunu heç bir uşağa məsləhət görmürəm. Əgər həyatda xoşbəxt olmaq, uğurlu övlad olmaq istəyirsinizsə, mütləq şəkildə valideyn məsləhəti və valideyn xeyir duası mütləq lazımdır. Hələ bu dünya yaranandan indiyə qədər elə bir ana, elə bir ata yoxdur ki, övladına xoş olmayan nəyisə arzulasın. Bunu övladlar başa düşməlidir. Bəzən süni surətdə
uşaqlarla ailələr, valideynlər arasında problemlər yaradacaq söhbətləri atırlar ortalığa. Bax, bu qaldığımız yerdən davam eləyəcəyik. Çünki son zamanlar sosial məişət mövzulu verilişlərin artması həm də bilavasitə o problemlərin cəmiyyətdə artmasına səbəb olur. Əziz bizi izləyənlər, qısa bir aramız var. Qaldığımız yerdən davam eləyəcəyik. Çünki çox həssas və hamı üçün vacib olan bir məqamdır bu. Reklamlar daha sonra buradayıq. Xəzərin sahilindən sizi bir daha salamlayırıq. Dəyərli xalq artistimiz Nurəddin Mehdixanlı bizimlədir. Təqdimata ehtiyacı olmayan sənətkar bizimlədir. Qaldığımız yerdən davam edirik. Baxın, deyirəm ki, təqdimata ehtiyacı olmayan bir sənətkar bizimlədir. Çünki Nurəddin Mehdixanlı Azərbaycan teatr sənətinə öz bəlli xarizması ilə, öz bəlli istedadı ilə, öz möhürünü vuran bir insan oldu. Yəni bu imza sıradan bir imza olmadı. Amma reklamlardan öncə siz "Kaş ki atama qulaq asardım" dediniz və atanız da sizin sənətkar olmasını istəmirdi. Amma siz Azərbaycana bir töhfə verdiniz yaratdıqlarınızla. Bugün "Kaş ki qulaq asardım" deyirsiniz, peşmanam deyirsiniz. Niyə peşmansınız? Atanızın məsləhətinə qulaq asmadığınıza görə, nəyə görə peşmansınız? Mənə belə gəlir ki, övlad-valideyn münasibətləri qarşılıqlı hörmət, qarşılıqlı sevgi və inam əsasında qurulmalıdır. Yəni, əlbəttə ki, valideyn başqasına da ehtiyac yoxdur. Amma övladın dikbaşlığına da, mən bu cür istəyirəm deməsinə də ehtiyac yoxdur. Biz fərqli bir dünyanın adamlarıyıq, fərqli bir əxlaqa, milli mənəvi dəyərlərə malik olan bir millətik. Bizi var eləyən bizim ailə institutumuzdur. Millət olaraq bizi var eləyən ən güclü nəsnə ailə institutudur. Bizdə ailə güclü olursa, o ailə dövlətin təməli deməkdir, dövlət də güclü olur. Ona görə təbii ki, Azərbaycanın uğurları, qazandığı, müxtəlif sahələrdə qazandığı uğurlar görünür kimlərisə narahat eləyir. Azərbaycan xalqının birliyi, bütövlüyü görünür kimlərisə narahat eləyir. Pərxaşlıq salmaq, haradasa sındırmalara nail olmaq, haradan başlamaq olar, ailə institutunu dağıtmaq, valideynlər və övladlar arasında süni bariyerlər yaratmaq, əngəllər yaratmaq. Biz ayrı əxlaqın, ayrı mentalitetin insanlarıyıq. Mən qətiyyən o şeyin əleyhinəyəm ki, bu günləri övladlar valideynlərin üzünə ağ olsunlar və yaxud valideyn də mən bu cür istəyirəm şəklində diktəsini yer etsin. İstənilən halda məni dünyaya gətirənə mən ömrümü borcluyam. Allahın rizası ilə məni bu dünyaya o atana və o ana gətirib. Deməli, mən yaşayışıma görə, ömrümə görə onlara borcluyam. Bunu hər kəs doğru düzgün anlamalıdır. Bunu ailə quran oğul da anlamalıdır, ailə quran qız da anlamalıdır və bilməlidir. Bu günləri heç qulağımızın eşitmədiyi, ruhumuzun qəbul etmədiyi bəzən belə bir şeylər olur ki, evləndirsə, ata-ana çıxsın, getsin, başqa bir yerdə yaşasın. Yanlış bir şeydir bu. Onun ən belə bir şey, necə ola bilir ki, oğul yaxşıdır, amma onu dünyaya gətirən, ona boy-buxun verən, ona təhsil verən, onu ev-eşik sahibi eləyən valideyn pisdir, o ayrı olmalıdır. Valideynlər ayaqlarının altı öpüləsi varlıqlardır. Allah valideynlərini sevənləri sevər. Mənim Azərbaycanda ən ağır yerin birisi haradır? Bakıdakı qocalar evi. Necə ola bilər bu? Ona görə də mənim əzizim, bizim insan kimi yaşamaq üçün, mehriban yaşamağımız üçün, bir-birimizə dəyər vermək üçün Allah bizi hər şeyi verib. Gözəl torpaq verib, gözəl insanlar verib. Bilirsiniz, sizdə olan bu şövqün həm də bir səbəbi var. Ailədə 17 uşaqla böyümək, 17 uşaq olmuşsunuz ailədə. Bəli. 7 qardaş, 10 bacı. 10 bacı, bəli.
Nurəddin müəllim, Bundan gözəl nə ola bilər? 7 qardaş 10 bacı ilə böyüyən insan necə ola bilər? Elə belə olur. Bəli. Bilirsiniz nətərdir? Keçmişdə bizdə süfrə açılardı da. Təsəvvür eləyirəm. Səhər tezdən süfrələr qurulardı. Bütün ailə o süfrənin başında əyləşərdilər. O süfrədə yemək yemək təkcə qidalanmaq məsələsi deyil. Həm də paylaşmaq mədəniyyətini formalaşdırır. Bölüşmə mədəniyyətini formalaşdırır. Bizi biz eləyən, bizi var eləyən, bizi mehriban eləyən, bizi güclü eləyən elə şeylərdən imtina eləməyə başlayırıq ki, hərdən yanlışdır, olmaz. Bəzən bayaqları söhbət eləyirdik. Məsələn, uşaq egoist böyüyür filan eləyir. Çox uşaqlı ailələrdə egoist uşaq böyüyə bilməz. Çünki orada paylaşmaqla, bir-birinə söykənməklə, bir-birinə isinişməklə, soyuq olanda bir yerə topalaşmaqla, bir-birinin əlindən tutmaqla. Nurəddin müəllim, bəlkə ona görə... Bundan böyüyürsən sən. Bəlkə ona görə elə sizin ruhunuz fərqlidir və siz həm də yaşadıqlarınızı, yaşatdıqlarınızı yansıdırsınız və çox gözəl də şeir yazırsınız. Şeirlər yazırsınız və araşdırdım onu da ki, siz bir dənə kitab belə buraxdırmamışsınız, siz onu bir kitaba salmamışsınız. Bax, bu Xəzərin qoynunda biz görün nələrdən danışırıq, nəslimizdən, kökümüzdən, doğmalarımızdan, övladlarımızdan, bacı qardaşlarımızdan, milli mənəvi dəyərlərimizdən və Nurəddin müəllim, sizin ruhunuza bir qonaq olaq, Xəzərin sahilində bizə öz misralarınızdan gözəl bir şeir deyəsiniz. Olar. Tələbəli illərində bir şeir yazmışdım. Deyəsən 3 bənddən, 4 bənddən ibarət idi. İmtahana hazırlaşanda mən gedirdim yataqxanaya, uşaqların yanına. Topalaşırdıq orada. Deməli, imtahanlara hazırlaşırdıq. Hətta olsa oğlanlar olurlar 4-cü mərtəbədə, qızlar olurlar 3-cü mərtəbədə. Hadisə gecə saat 4-dür filandır. Mən çıxdım balkona. Baxdım ki, aşağıda 3-cü mərtəbədə bizdən yuxarı kursda oxuyan qız dayanıb halatda harasa baxır belə. Hara baxırsan? Birdən diksindi baxdı. Sən niyə yatmamısan? Deyirəm ki, sən niyə yatmamısan? Deyir, mən heç pis yuxu gördüm, oyandım. Dedim ki, mən də imtihana hazırlaşıram ona görə. Və o zaman bir şeir yazmışdım. Bu qərib gecənin harasındasa bir yuxu diksinər, yarımçıq qalar. Oyanar küçəyə baxan pəncərə, bir qız pəncərədən yola boylanar. Yarımçıq yuxunun izi üzündə dişləyər dudağın, gülər özünə. Qayıdıb bükülər yenə yorğana, bəlkə o yuxunu təzədən görə. Yarımçıq yuxusun qaytara bilməz, qucaqlar yastığı gizlicə ağlar. Yastıq qucaqlayıb yatan qızların yuxusu həmişə yarımçıq qalar. Sonra bu şeir bütün institutda yayıldı. Yəni, belə bir şeir gənclik illərinin yadigarlarıdır. Bilirsiniz, sən yaxşı şeyləri düşün, yaxşı duyğularla, yaxşı hisslərlə yaşa. Həyat sənə öz hədiyyələrini verəcək. Gəncliyində bax, bu notlara toxunan Nurəddin Mehdixanlı bu yaşında hansı notlara toxunub şeir yazır? Bilirsiniz, mən sizə bir şey deyim, insan yaşa dolduqca gənclikdə bəzi dəyər vermədiyi şeylərə daha artıq dəyər verməyə başlayır. Bəlkə də gənclikdə biz hisslərin əsiri oluruq, sevginin nə olduğunu müəyyən mənada başa düşmürük, amma onun oduna tutuşuruq, o oduna tutuşduğumuzun nə olduğunu əslində dərk eləmirik. Amma yaşa dolduqca anlayırsan ki, sevgi nə deməkdir? Sevgi insanı paklaşdıran, insanı insan eləyən, onu özündən başqaları da var bu dünyada, xoşbəxt olmaq istəyirsənsə, onları da sevəcəksən, onlarla paylaşacaqsan hisslərini. Məhz dolğunlaşandan sonra anlayırsan, başa düşürsən. Zaman-zaman dediyim şeylərdir. Nurəddin müəllim, insan neçə dəfə sevə bilər? Bilirsiniz, sevmək təkcə bir xanımı sevmək deyil. Biz təkcə bir xanımdan danışaq. Bir nəfər ancaq sevmək olur. Sənin xoşuna gələ bilər kimlərsə. Sənin ruhu oxşayan, eyni olan bir insandan xoşun gələ bilər. Və bayaq dediyimiz kimi ruh qonluğu olan insandan xoşun gələ bilər. Amma sevginin qapısı bir dəfə açılır. Ömrə, yaşayışa qapı bir dəfə açılan kimi.
sevgiye de bir defa açılır. İnsan bu dünyaya bir defa gelir, bir de qayıtmayacaq. Sevgi doğdu. O kapı bir defa açılır sevgi dünyasına. Ve bitti. Qalan sonrakilər sadəcə yaşantılardı. Müəyyən hisslər, duyğularla yaşantılardı. Ona görə də mən insanın dünyaya gəlişi bir dəfə olduğu kimi sevgini də bir dəfə insan bütün varlığı ilə hiss edib yaşaya bilər. Ona görə də dünyada ancaq bir dəfə sevmək olur. Və o da həmişə nakam olur. Yox, həmişə olmur. Nədən? Çox zaman. Bəyəm sevənlər də daim həmişə mütləq şəkildə xoşbəxt mi olurlar? O da deyil, bu həyatdır. Bəzən dəlicəsinə bir-birini sevən insanlar elə bir həddə gəlirlər ki, o sevgiləri onlar üçün əzaba çevrilir. Bu həyatdır. Bunun, belə deyək də, hərdən elə döngələr olur ki, sən onu gözləmirsən. Təbii ki, mən onun tərəfdarıyım ki, insan özü öz taleyinin yaradıcısıdır. İnsan özü öz ömrünün taleyinin yaradıcısıdır, rəngləyənidir, ona məna verəndir. Bəli. Allahın bizə verdiyi sadəcə olaraq ömrümüzün kontur xəritəsidir. Yazı deyilən şey həmin o kontur xəritəsidir. Onu, o kontur xəritəsini rəngləmək, onu biz əməllərimizlə yazırıq, rəngləyirik, doldururuq. Ona görə də, mən ona görə deyirəm ki, sevdiklərinizin dəyərini bilin. İlk dəfə o əli ki tutmusunuz, hansı istini hiss eləmişsinizə, ondan ayrılmayın. Xəzərin sahilindən hər birinizə qucaq dolusu sevgi göndəririk. İstər əks cinsin nümayəndəsin olsun, istər daha ülvi hisslər olsun. Vətən, ölkə, övlad, valideyn və s. Reklamlar daha sonra buradayıq. Reklamlarımız bitdi. Biz buradayıq, Xəzərin sahilindəyik. Xəzərin sahilindən hər birinizi salamlayırıq. Xəzərin sahilində Nurəddin Mehdixanlıdır. Və Nurəddin Mehdixanlı'yla oturub danışmaq saatlarca mümkündür. Amma Nurəddin müəllim, artıq sonuncu dəqiqələrimizə doğru yaxınlaşırıq, nə təəssüf ki. Və mənim sizə deyəcəklərim də çoxdur, mənim sizə sürprizlərim də var. Yəni, Xəzərin sahilinə gələsən, əyləşəsən və yalnız söhbət eləyəsən, bu olmur. Və sizə sual verənlər də var. Biz bu barədə də danışacağıq. Amma qaldığımız yerdən davam eləyək. Mən istərdim ki, bax, bu Xəzərin qoynunda günəşli, gözəl bir anlarda sizin o misralarınızı eşidək. Yəqin fikirləşirsiniz mənə baxa-baxa ki, oxudum mən o baxışları. Hansı şeiri deyim? Ruhunuz sizə nə edir, onu deyin. Bilirsiniz, mən yenə sevgi şeiri söyləyəcəm. Və bu həyatı yaşamış bir insan kimi deyirəm ki, yanınızda olanların qədrini bilin. Getməyin. Getdinizsə qayıtmayın. Mesajdır mı? Yox, sadəcə olaraq deyəcəyim şeirin içində olan bir mənadır. Gedəndə demişdin, gəlməyəcəksən. Məndən yaxşısı ilə çıxıb gedirsən. Yıxılıb duranda yeriş dəyişir. Gedəndə sən məni yıxıb getmirsən. Söz qəlbin səsidir, xəyanət edib verdiyim sözümdən dönən deyiləm. Sən mənə elə bir od vurubsan ki, saxta göz yaşı ilə sönən deyiləm. Yaxşının yanına yağballa gedib, yamanın yanına yavan gəlibsən. Vurduğun yaralar çətin sağala, tükənib dərmanın davan gəlməsən. Hani o dəlisov qız baxışların, yorulub, soluxub, kölgəsi qalıb, günahla boyanmış dodaqlarında bir eşqin yarımçıq nəğməsi qalıb. Yerişin yolların gözün ovardı, yerişin yollardan utanır indi. Sən həyat yolunda çaşıb durubsan, yol duranın deyil, yol gedənindir.
İndi qayıtmısan sel həvəsi ilə, düşünməsən məni aparacaqsan. Mən yaxşı bilirdim günahlarını yumaq üçün geriyə qayıdacaqsan. Dayanma qarşımda, yalvarıram, get. Belə dayanmağın doğmalaşdırır. Səni illərlə ayıran həyat indi saniyə ilə yaxınlaşdırır. Eşqimə zərrəcə varsa hörmətin, xoş keçən günlərin xatirinə get. Sevinclə başlayıb kədərlə bitən nakam sevgilərin xatirinə get. Axı istəmirəm mərhəmət görüb sevgiyə ömürlük həsrət qalasan. Mən səni o zaman bağışlaram ki, sən özün özünü bağışlayasan. Sən özün özünü bağışlayasan. Mən günahların bağışlanması tərəfdarı deyiləm. Olmaz. Deyirlər ki, Allah günahları bağışlayandır. Əgər Allah günahları bağışlayandırsa, onda niyə cənnətlə cəhənnəmi yaratdı? Səvab sahibləri cənnətə gedəcək, günah sahibləri cəhənnəmə gedəcəklər. Günahları bağışlamağa tələsməyin. Çünki günahlar, hər bağışlanan günahın arxasında yeni bir günah gəlir. Hər tövbənin arxasında yeni bir günah var. Biz günahları bağışladıqca onların sayı çoxalır. Günahkarların sayı. Səhvi bağışlamaq olar. Amma günahları bağışlamayın. Nurəddin müəllim, bax sizin bu tərzinizdə sizin yaratdığınız obrazların mütləqdir ki, bir ştrixləri var. Və sizin o tərzinizin də o obrazlara bir ştrixləri var. Və bir aktyor üçün amplua, bəzən sənətkarlar, tənqidçilər, teatrşünaslar söyləyirlər ki, amplua mütləqdir olmalıdır. Bu, bütün dünya təcrübəsində də sınanıb. Amma bəzən sizi kimi sənətkarları görəndə fikirləşirsən ki, bu olmamalıdır, bu amplua olmamalıdır. Nurəddin Mehdixanlı bugün təkcə bir aktyor kimi deyil, həm də ictimai statusu olan bir vətəndaşdır, bir ziyalıdır və baxmayaraq ki, mənim sizə suallar ünvanlamışdım, baxmayaraq ki, söhbətin aspektini fərqli tərəfə yönəltməyi fikirləşirdim beynimdə. Amma verilişdən öncə də danışanda mən sizə söylədim ki, mən bilmirəm biz nədən danışacağıq və necə danışacağıq. Çünki ruhumuz bizə nəyi diktə edir, biz onu yansıdacağıq tamaşaçıya. Çünki bu bütün qonaqlarda hər zaman belə olur. Təbiilik, o ruhun dərinliklərinə varmaq, insan əgər burada 45 dəqiqə ərzində səninlə söhbət edirsə, tamaşaçı ilə görüşə çıxırsa, bu artıq ya təbii ruh mübadiləsi olmalıdır, ya da ümumiyyətlə olmamalıdır. Sizin fəaliyyətinizdə, bax, danışanda mən hiss edirəm ki, insani dəyərlərin ən alt və ən üst fəlsəfi qatlarına düşmək olar sizlə. Sağ olun, təşəkkür edirəm. Bu artıq zamana biz tabi ola bilməyəcəyik bunda. Amma Xəzərə tabi olaraq davam eləyə bilərik. Sizə sual ünvanlayan sənət yoldaşlarınız var. Mən zaman itirmədən onları sizə göstərmək istəyirəm. Və onun hər ikisi də sənətlə bağlı oldu. Teatrda biz sizi daha çox gördük, filmlərdə görmədik. Teatr tələbatı başqadır. Film tələbatı başqadır. Bəli, Cavad xanda çəkildiniz, bunun özü bir möhür oldu. Amma ona qədər sizin gənc, xarizmatik, gözəl, yaraşıqlı bir koloritli vaxtınızda sizdən istifadə oluna bilərdi, bilirsiniz. Biz bunu insana görə deyil, yəni insan incə sənət itirir onda. Əgər o daşlar yerinə vaxtı-vaxtında oturmayanda, o artıq qurulmur o bünövrə. Hər aktyorun öz dövrünün öz diktəsi var, obrazlara görə diktəsi var. Bugün Nurəddin Mehdixanlı başqa bir obrazda daha uğurludur. Halbuki 30 il bundan əvvəl o şux görüşü ilə, qaməti ilə bütün filmlərdə ölməz bir yaddaşlara həkk olub qala bilərdi. Bu bir ayrı günün mövzusu. Bu bir tamaşaçı fikri idi. Sizə sual ünvanlayan bir həmkarınız var
Və mən bu həmkarı heç uzatmadan, yubatmadan sizə təqdim eləmək istəyirəm. Çox böyük sevgi ilə və çox böyük şəstlə sizin haqqınızda öz fikirlərini bildirdi və onun sualına istərdim ki, siz cavab verəsiniz. Nurəddin müəllim, sizə sual ünvanlayam. Həmkarınız deyək. Buyurun, cavab verin. Mən çox şadam ki, Nurəddin Mirzəxanlı kimi böyük sənətkarla dini teatrda çiyin-çiyinə çalışıram. Və çox şadam ki, Nurəddin Mirzəxanlı kimi böyük sənətkar mənim müəllifi olduğum Şükür Bilgisində bizim teatrın səhnəsində çox böyük ustalıqla, çox böyük məharətlə, ziddiyyətli bir obraz yaradır və çox gözəl obraz yaradır və hər dəfə mən Nurəddin Mirzəxanlının yaratdığı bu obraza baxandan, tamaşadan qəribə hisslər keçirirəm və həmçə Nurəddin müəllimin böyük sənətkarlığına, böyük ustalığına heyran olmuşam. Mən Nurəddin müəllim haqqında düşünəmdə həmişə nədənsə Azərbaycan mədəni mühitini, Azərbaycan teatr mühitini gözümün qarşısına gətirirəm, hansı müqayisələr aparıram, sakitçilik edirəm və həmişə gəldiyim qənaət ondan ibarət olur ki, əminliyim ondan ibarət olur ki, Allahın Nurəddin Mirzəxanlıya verdiyi böyük istedad və onun öz zəhməti ilə qazandığı peşəkarlıq bizə imkan verir ki, dünyanın ən böyük teatrlarında, ən gözəl tamaşalarla, ən böyük səhnələrdə tamaşalar təqdim edək və mən inanıram ki, məhz belə də olacaq. Çünki bizim teatrın daha böyük uğurları hələ qarşıdadır və biz Nurəddin Mirzəxanlını çox böyük teatr səhnələrində alqışlayacaq. Mən Nurəddin müəllim haqqında həm də onu demək istəyərdim ki, onun öz peşəsinə, öz sənətinə dəricəsinə vurğunluğu, dəricəsinə məhəbbətlə sevməyi, onun təəssübünü çəkməyi bizim hamımız üçün böyük bir nümunədir. Və Nurəddin müəllimlə biz tez-tez söhbətlər dinləyirik. Burada əsas məsələlərdən də biri tərəf müqabili məsələsi olur. Elə bu gün mən məhz bu məsələ ilə bağlı Nurəddin müəllimə sual vermək istərdim ki, mən o da bilmədiyi tərəf müqabilləri kimlərdir, həmçə minnətdarlıqla xatırladığı tərəf müqabilləri kimlərdir və onlar haqqında nə demək istəyirəm? Hə, Nurəddin müəllim, yadda qalan tərəf müqabiliniz. Mən son zamanlar deyirəm ki, yəqin o müsahibədə o fikri tutduğuna görə bu sualı verir. Ki, ən xoşbəxt aktyoru aktyordur ki, səhnədə onun qarşısında savaşa biləcəyi ondan güclü tərəf müqabili var. Çünki savaşdıqca itilənirsən, güclənirsən. Qarşında səndən güclüsü varsa ondan savaşırsan. Yenə biləcəyindən savaşmağın nə mənası var ki? Ona görə də mənim çox gözəl tərəf müqabillərim olubdur. Bunu da bilməyəcəyim əlbəttə ki. Amalə xanım Pənahova. Onu da bilmirəm, tamaşasında Kamran rol. 565 dəfə oynamışıq rol. Mən onu necə unuda bilərəm ki? Məmməd Rıza Şeyxzamanov. Çox nəhəng aktyor. Səməndər Rızayev. Allah rəhmət eləsin. Onu necə unutmaq olar ki? Yəni, fəlakət, Səməndər Rızayev teatrda və kinoda fəlakət dərəcəsində nəhəng aktyor idi. Məsələn, Ağa Turabov. Necə unutmaq olur ki, onları? Böyük. Amma arzu elədiyim tərəf müqabili də istəmişəm. Məsələn, Şəfiqə Məmmədova ilə tərəf müqabili olum. Çox təəssüf ki, ola bilmədi, o teatrda işləmədi, getdi, ayrıldı teatrdan. Azərbaycan teatr tarixində çox nəhəng aktrisadır. Amma heyf ki, ondan tərəf müqabili ola bilmədim. Amma öz yaşlarımda, məsələn, Məlahət Abbasova indi Türkiyədə çalışır. Ondan çox gözəl bir obrazımız vardı. Hələ deməli, Sevgililərin Cəhənnəmdə Vüsalı İlyas Əfəndiyevin əsərində. Çox gözəl bir rolumuz var. Xumar oynuyordum mən Abbas Mirzə Şərifzadənin prototipini, Ayaz Turan. Nurəddin müəllim, ürəyinizdə qalan hansısa obraz bugün varmı? Bilirəm ki, Kral Lir var.
Krallir artıq əmri verilib olacaq o. Hə, bax Amma elə bundan sonra oynaya bilməyəcəyim, heç vaxt mümkün olmayacaq var, o. hansıdır? O Şah İsmail Xətai obrazıydı. O vaxtında yazılmadı elə bir əsər, mən də o rolu oynayım. Çünki Şah İsmail Xətai Azərbaycan dövlətçilik tarixində, ədəbiyyat tarixində deməli, unudula bilməyəcək böyük Azərbaycanlıdır, böyük dövlət adamıdır, böyük ədəbiyyat adamıdır, bizim şahımızdır. O çox təəssüf ki, o vaxt yazılmadı o əsər, o təsəvvür edin ki, 13 yaşında taxta oturub. Məsəl üçün, mən onu oynaya bilərdim 28 yaşı, 30, 35, ondan yuxarı artıq olmaz idi. Sizə daha bir sual verən həmkarınız var və bu həmkarınız son dövrlərin deyərdim ki, o güclü tərəf müqabillərindəndir. Öz sahəsinə uyğun təbii ki. Sizin həm də, mən bayaq əbəs yerə söyləmədim, siz nəinki bir incəsənət alimində teatr aktyoru, siz həm də ictimai sima olaraq çox şaxəli fəaliyyətinizdən həm də tamaşaçıların görüşünə gəlirsiniz. Yəqin ki, çox düşünməyə ehtiyac yoxdur. Bu bizim dəyərli Gülyana xanımımızdır. Sizi çox sevirəm. Bir insan, bir dost, bir sənətkar, bir aktyor, bir tarixçi, millət vətənini sevən bir insan kimi, gözəl insan kimi. Və sizinlə bir səhnəni paylaşdığım üçün çox oxşarım, çox məmnunam ki, belə bir gözəl sənətkarla, arzuladığım bir sənətkarla bir səhnəni bir ifadə etmişəm. Sizə bir sualım olacaq. Məndə hansı xüsusiyyətləri, hansı obrazları görmək istəyərdiniz və bir filmə çəkilsəydik, hansı bir mövzuda filmi çəkərdiniz, seçərdiniz və bugünkü tamaşaçı üçün Nurəddin Mehdixanlı kimdir və bugünkü tamaşaçıdan Nurəddin Mehdixanlı nə gözləyir? Sizi çox sevirik, xalqımız sevir, sizə can sağlığı, uğurlar, hər zaman zirvələrdə olmağı diləyirik. Gülyana xanım, bu bir sual olmadı. Bir neçə sual oldu. Təşəkkür edirəm, təşəkkür edirəm. Gülyana xanım, çox sağ olun. Mən bu bacıları çox istəyirəm. Birisi niyə görə? Səmimidirlər, olduğu kimidirlər. Səmimidirlər, dürüstdürlər və əsl mənada Azərbaycan qadını belə ömrü yaşayırlar. Həyatlarında, sənətlərində, davranışları, geyimləri, insanlarla münasibəti çox səmimidirlər. Mən bu cür insanları çox sevirəm. Yəni, mən millətimin qadınları ilə, qızları ilə, xanım fəxr eləmək istəyirəm. Onları həmişə böyük görmək istəyirəm. Onları sevgi dolu görmək, xoşbəxt görmək istəyirəm. Onları övladlı, uşaqlı görmək istəyirəm. Sənətdə uğurlar qazanmış şəkildə görmək istəyirəm. Bir Azərbaycanlı uşaq dünyanın arasında bir uğur qazanırsa, mən onu öz balamın uğuru kimi qəbul edirəm. Bax, o günləri bir Azərbaycanlı uşaq 5-ci sinif yoxsa 6-cı sinif şagirdidir. 45 milyon riyaziyyatla məşğul olan uşaqların içərisindən, 45 milyonun içindən Azərbaycanlı uşaq dünyada birinci yeri tutub. Bu bizim üçün fəxar, mənim üçün fəxarətdir. Bu mənada da bu iki bacının uğurları mən hesab edirəm ki, Azərbaycan qadınlığının, Azərbaycan qadınının uğurudur. Mən çox sevirəm, çox dəyər verirəm bunlara. Amma 3 sual verdim. Gülyanağın bir fərqli cəhəti var. Səhnədə çox səmimidir. Bu aktrisa kimi fəaliyyət göstərsəydi, bu möcüzələr yaradar. Opera və balet teatrında bir neçə obrazları var. Opera, balet, opera ayrıdır. Amma bir də var ki, mən bununla bir serialda başladıq. Mən orada gördüm ki, bunun oynadığı ilə bu oynayır, yoxsa yaşayır. Hayır demək olmurdu. Çox istedadlı qızdır. Məsələn, bu günlər bizim rejissorlarımızdan kimsə çox rahat şəkildə Gülyana Məmmədovanı teatra dəvət eləyə bilər və ona ən belə məsuliyyətli bir rolu tapşıra bilər və böyük məmnuniyyətlə
o xanım onun öhdəsindən gələ bilər. Sualına Mən cavab. obrazın adını demək istəmirəm, çünki artıq o tamaşa Görürsünüz Gülyana qoyulub. xanım diplomatik Qoyulub, keçid o eləyir. tamaşanı oynaya bilərdi və fantastik şəkildə oynaya bilərdi, doğrudan da. Amma mən yenə də o arzumu buradan bildirirəm və rejissorlarımıza deyirəm ki, Gülnaz Məmmədovanı aktrisa kimi də sınayın. Filmdə, teatrlarda. Bir sualı da var. Ümumiyyətlə Gülyanaq və Gülyaz bacıları müasir Azərbaycan incəsənətində və musiqisində, musiqi sənətində, mədəniyyətində öz dəsti xəttə olan imzalar oldular və zaman-zaman biz bunu hələ də görürük və görəcəyik də. Onun sizə ünvanladığı sonuncu sual mənim marağıma səbəb oldu. Azərbaycan tamaşasından nə gözləyirsiniz və necə görmək istəyirsiniz? Bilirsiniz, Böyük Herodot deyirdi ki, Yunan tarixçisi və filosofudur. Əsl şəhər o şəhərdir ki, orada teatr var. Teatr bir millətin mədəni səviyyəsinin, bir xalqın mədəni səviyyəsinin göstəricisidir. Ona görə mən Azərbaycan xalqını böyük mədəniyyət yaradıcısı olduğunu bilirəm biz. Mən fəxr edirəm bu millətin bir fərdiyəm. Mən istəyirəm ki, Azərbaycanda teatr daha çox inkişaf eləsin. Tamaşaçılarımız teatra gəlsinlər. Tamaşaçılar ancaq sevgi görsünlər, gözləyir. özlərini görsünlər. Bir daha özlərini tanımaq ehtiyacı duysunlar. Biz teatra gedəndə biz taleylərlə qarşılaşırıq. Səhnədəkilər bizi öz dünyalarına aparırlar. Biz o dünyaya, həmin aləmə ekskurs edirik, öyrənirik. Teatr bir məktəbdir, teatr bir müəllimdir, teatr möcüzələr məkanıdır. Və oradakı səhnədəki aktyorlar hər gün ömrünü sizdən ötürü yandırır. Ona görə də teatra gəlin. Əslində, bugün verilişə gələndə fikirləşirdim ki, mən Nurəddin müəllimə daha çox sual verəcəm ki, çox təəssüf eləyirəm bir tamaşaçı kimi. Nurəddin müəllim, siz niyə bizim filmlərdə olmamısınız? Bunun niyəsini, bunun mətbəxini, bunun açın. Amma mən başa düşdüm ki, biz o barədə danışsaq, artıq bu bizim verilişimizin silsiləsinə çevriləcək. Bilirsiniz, o zaman formalaşmış bir kadrlar var idilər. Və onlar bizi kinostudiyanın qapısından içəri buraxmırdılar. Eşq olsun onlara, böyük sənət nümunələri yaradıblar. Gücümüzü harada göstərirdik, başlayırdıq teatrda göstərməyə. Amma buna baxmayaraq bir 5-6 filmdə çəkildi. Amma təbii ki, mən kinoda da böyük işlər görə bilərdim. Bəli. Biz sizə uğurlar arzu edirik. Hər birinizə bol sevgilər arzu edirik və əlbəttə ki, həyat da bir səhnədir. Bu artıq deyilmiş bir frazadır. Arzu edək ki, bu səhnədə və bu həyat hekayəmizdə baş rolda olaq və janrımız da gözəl olsun. Çox sağ olun, Nurəddin müəllim. Uğurlar olsun. Təşəkkür edirəm. Minnətdarım. Sağ olun. Sağ olun.